xoralı kolit əməliyyatla sağalmır. Bu diaqnoz qoyulan hər xəstəyə cərrahi müdaxilə tövsiyə olunması düzgün yanaşma hesab edilmir. Bu haqda gastroenteroloq, hepatoloq, endoskopist doktor Rövşən İbişov danışıb. Bir çox hallarda görürük ki, xoralı kolit xəstələrinin son çarə olaraq əməliyyat icra olunur onlarda, amma mənim buna münasibətim isə tam fərqlidir. Niyə? Çünki xoralı kolit xəstələrini çalışmaq lazımdır ki, orqan qorunub saxlanılsın. Artıq ən bəsit müalicədən tutmuş, dozalanmasına görə həm də ən ağır müalicəsinə qədər, bioloji dərmanlara qədər orqanı qoruyub saxlamaq və bağırsağı tam əla vəziyyətdə seyli qışasını və funksiyasını bərpa etmək olar. Ancaq o hallarda əməliyyat icra olunur ki, heç bir dərman müalicəsi kömək etmir, artıq bağırsaqlarda massiv qanaxmalar, bağırsaqlarda törəmələr, bütün bağırsaq boyu poliplər aşkar olunarsa və həmçinin də bağırsağın seyli qışasında yırtılmalar aşkar olunarsa və dayanmayan profuz qanaxma görülərsə, o zaman əməliyyat olunar. Yoxsa ki, əgər bağırsaqda xoralı kolit varsa, çalışmaq lazımdır pəhriz və həkimin müalicəsi icra olunsun. Qeyd edək ki, xoralı kolit yoğun bağırsağın xroniki iltihabi xəstəliyidir və əksər hallarda dərman müalicəsi, qidalanma rejiminin tənzimlənməsi və müntəzəm həkim nəzarəti ilə idarə olunur. Xoralı kolit diaqnozu alan xəstələr cərrahi müdaxilə qərarını tələsik verməməli, gastroenteroloq və kolorektal cərrahın birgə rəyini almalıdır. Çünki hər xəstənin vəziyyəti fərdi şəkildə qiymətləndirilir.